Uzun illərdir gözlədiyimiz daha bir tarixi hadisə. Qazaxın 4 qeyri-anklav kəndi Azərbaycana qaytarılır. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasında rayonun Bağanı Sayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrinin qaytarılması razılaşdırılıb. Razılığa əsasən Bakı və İrəvan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. Qazaxın 4 kəndi həqiqi sahiblərinə Azərbaycana qaytarıldı. Bu barədə Baş nazirin müavini Şahi Mustafayevin və Ermənistan Baş nazirinin müavini Miguel Qırqaryanın sədrliyi ilə hər iki ölkənin sərhəd komissiyalarının 8-ci görüşündə qərar qəbul edilib. Buna əsasən delimitasiya prosesinin ilk mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublika arası sərhədə uyğun olaraq Bağanis Ayrım, Voskepar, Aşağı Əskipara, Kirans, Xeyrımlı və Berkaber Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərarı alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Bu 4 kənd Azərbaycan ərazisində yerləşir. Bu faktiki olaraq işğal altında qalan hələ bizim 4 kəndimiz idi. Azərbaycan dövləti bu məsələnin həlli ilə bağlı çox ciddi işlər aparırdı. Bizim həm erməni tərəfindən, həm beynəlxalq deməli maraqlı tərəflərlə, təşkilatlarla müzakirələrimiz zamanı ermənilər məcbur oldular etiraf eləmək üçün bu 4 kənd Azərbaycanın arasında yerləşir. Bunu Nikol Paşinyan bir neçə dəfə bəyan elədi. Bundan başqa razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədi ilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər protokol təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlət daxili razılaşdırılmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. Və indi bu gün erməni tərəfi artıq məcbur olub, bundan razılaşıb, bəyan olunub ki, 4 kənd Azərbaycana qaytarılır. Ondan sonra yay aylarında həmin o komissiyanın sənədləri təsdiq olunacaq. Bu başqa məsələdir. Ancaq o komissiya işə nə vaxt başlayacaq, hansı xəritələr üzərində iş edəcək, bunun bu 4 kəndə heç bir aidiyyatı yoxdur. Biz bunu tələb edirdik və biz buna nail olduq. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Əgər gələcəkdə Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə başqa cür qərara gəlinərsə, o zaman əsasnamənin müvafiq bəndi bu sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Tərəflər əsasnaməni təsdiq etdikdən sonra növbəlliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərarı alınıb. İTV Xəbər həmin kəndlərin eksklüziv görüntülərini təqdim edir.